Hal-hazırda mən klaviaturada yazanda ekrana baxmadan yazıram. Çox uzun müddət bunun üzərində işləmişəm. Özü də fransız dilində. Yadıma gəlir, mən universitetdə oxuyanda internet klublar var idi. Gedirdim internet klubda asta-asta bir Kapitan Grant'ın uşaqlarını götürüb kopyalayırdım ki, sərbəst işlərimiz var idi. Sürətli yaza bilim. O vaxtlar belə ChatGPT falan yox idi. Belə artıq ekranla, klaviatura ilə bütünləşmişəm. Baxmadan yaza bilirəm. Çox mükəmməl bir şeydir. Bayaq fikirləşdim. Bunun üçün minnətdar olmalıyam. Çox işləmişəm. Bu işin nəticəsində də artıq gözü bağlı yaza bilirəm, təsəvvür edin.